Peyğəmbər gəlir məscidə, bir cavan oğlanı çox gözəl halda görür. Adam var da halına baxırsan, görürsən ki, qeyri-adidir, ləzzətli haldadır, bihuş haldadır. Bu cavan oğlan Peyğəmbərin diqqətini çəkir, sübh namazına gəlib Peyğəmbər. Baxır ona deyir ki, keyfə əsbəht, gecəni necə sübh elədin, halın necədir? Cavab verir ki, əsbəhtu muqinən, yəqin halında səhərə çıxmışam, ya Rəsulallah. Böyük iddiadır da bu, yəqin halındayam. Peyğəmbər buyurdu ki, bu iddianı nə ilə sübut edərsən? Yadınızdadır, biz neçə il Həmmam xutbəsini təfsir elədik. Orada bu söz var. Di, mömin belə olar. Və hum vəl cənnətu kəmən qəd rəaha. Di, cənnəti elə bil ki, görürlər. Və hum fiha muamun. Elə bil özləri oradadırlar. Və hum və nar kəmən qəd rəaha. Cəhənnəmi də elə bil ki, görürlər. Və hum fiha muazzabun. Elə bil əzabı özləri hiss edirlər. O belə bir adam idi. Belə adamın arzusu nə olar sizcə? Peyğəmbər deyir ki, indi yaxşı, düz deyirsən. Halığı təsdiq elədin. Peyğəmbər möhür vurdu ki, düzdür, sən yəqin əhlisən. İndi istə məndən nə istəyirsən. Şans düşüb də Peyğəmbər deyir ki, məndən istə nə istəyirsən. Belə adam bir istəyirlər. Deyir, şəhid olmaq istəyirəm. Və gördüyüm yerə getmək istəyirəm. Dünya mənə dar gəlir, çünki görürəm, ora haradır, bura haradır. Peyğəmbər dua edir, ilk döyüşdə şəhadətə çatır, şəhid olur.